Salam əziz şagirdlər. Deməli burada bağlayıcı bölməsinin davamına baxırıq. Nərgiz Nəcəfdən 6666 sınaqdan. Deməli baxırıq. Keçən dəfəki videomda səhv eləmirəmsə 81-də qalmışdıq. Had to walk all the way, we had no money to take taxi. Deməli bütün yolu piyada getməli olduq. Piyada burada biraz qarşılıq var. Baxın görünmür müəyyən hissələri. Deməli we had no money. Burada olacaqdı. Bütün yolu piyada getmirsə tərcümə tələb eləyir. Deməli, ümumiyyətlə ya Zoe ya Ozo olur. Bilirsiniz, ikisi bir-birinə bərabərdir. Deməli, Ozo bərabərdir Zoe. Because da əzə. Deməli, cavab variantı ya 1-2 olmalıdır, ya da 3-4 olmalıdır. D ya da Y, deməli, cavab variantımız olur. Tərcümə cəhddən də dedik ki, deməli, bizim pulumuz olmadığına görə, yəni çünki pulumuz yox idi, ona görə də piyada getməli olduq. Cavab variantımız olur, deməli, 1 və 2. Deməli, cavab variantı D variantıdır. Deməli, baxırıq digərlərinə. Deməli, gəldi buradan 82. 82-yə baxırıq. To the sentence with conjunctions baxırıq. Deməli, burada ümumiyyətlə qayda nədən ibarətdir? Baxın, aşağıda da rusca verilibdir müəyyənsə. After, deməli, as, before, since, until. Burada ümumiyyətlə tam nəyi nəzərdə tutur bilmirəm, amma biz nə cəhətdən baxacaq bura? Deməli, since-dir, until-dir. Deməli, və burada əsas biz işləyirik nə ilə? Before-la. Bax, bunlardan sonra söz gələndə götürməyəcək, çünki onda bağlayıcı deyil. Cümlə olduqda yalnız biz bunları, deməli, ipucu budur, bağlayıcı olaraq götürürük. Digər hallarda isə onlar söz önü olur, zərf funksiyasını çıxış edir. Baxın, baxırıq, deməli. She waited in the hall until the sunset. Baxırıq, burada, deməli, bir düzgün deyil. Çünki burada özündən sonra söz gəlib. Deməli, 2-də özündən sonra cümlə gəlib, düzdür. 3-də özündən sonra söz gəlib, götürə bilmərik. 4-də özündən sonra cümlə gəlib, düzdür. 5-də, deməli, özündən sonra cümlə gəlib, düzdür. Burada before-dan sonra breakfast söz gəlib, səhvdir. Düzgün cavab variantımız, deməli, 2, 4 və 5. Y variantı. Baxıq digərlərinə. Aşağıda with a conjunction to the sentence with conjunction after I saw her at party, I tried to talk to her. Baxın, deməli, burada after'dan sonra cümlə gəlibdir. I saw, after the party cümlə gəlibdir. Bunu götürürük, bunu götürmürük. Kevin calls me, until-dən sonra cümlə gəlib, düzdür. Burada, deməli, söz gəlib, 2 o'clock götürmürük. Works as a waiter, bunu götürmürük. Amma 6-da, deməli, bağlayıcı funksiyasındadır as, cümlə gəlib özündən sonra. Deməli, baxırıq, ona görə düzgün cavab variantımız 1, 3 və, deməli, 6. 1, 3, 6-da, deməli, hardadır? Baxırıq, Y variantında. Hələ burada baxırıq bu hissiyə, deməli, daha aydın olsun deyə yaxınlaşdıraq. Baxırıq, I haven't seen George. Deməli, George will return from England. Baxırıq, deməli, burada görürsünüz, ikinci tərəfdə keçmiş zaman, birinci tərəfdə indiki bitmiş zaman. Uzlaşma cəhətdən bilirik ki, burada since olacaq. Deməli, biz İngiltərədən qayıtdığımızdan bəri mən George görməmişəm. Baxırsınız, we passed the exam, we had not prepared well. Baxırıq, deməli, as-dən because eyni şey olduğuna görə məna cəhətdən ikisi də bir. Çünki deməkdir, because, çünki as-də, çünki götürə bilmərik. Çünki bilirsiniz, bir testin 2 cavab variantı ola bilməz. Whom verənmərik, exam cansızdır, gələ bilməz. Deməli, what verə bilmərik isimdən sonra düzgün cavab variantı B variantı. Baxırıq digərinə. The train left the station, the clock struck 9. Deməli, saat 9-u vuranda, saat 9 olanda qatar stansiyanı tərk etdi. Əvvəlcə baxaq, yenə what gələ bilməz, isimlə işlənə bilməz. Baxırıq, deməli, burada səbəb bildirən bir şey görmürəm, tərcümə cəhətdən why verə bilmərəm. How getdi, yəni tərcümə biraz burada böyük rol oynayır. Sonra where da verə bilmərəm. Daha düzgün cavab as soon as. Deməli, niyə verə bilmərəm? Dediyim kimi tərcümə elədim. Çünki how, necə? Saat 9, necə 9 oldusa, belə tərcümə cəhətdən düzgün çıxmır. Deməli, qatar stansiyanı tərk etdi. Və yaxud da ki, the train left the station desək, tutaq ki, qatar stansiyanı tərk etdi. Why the clock struck 9? Nə üçün saat 9-u vurdu? Bunların heç biri olmur deyə, deməli, tərcümə cəhətdən biz veririk.
Y variantı. Digərlərinə baxırıq. I'm not sure, deməli, we can finish the task in time. Baxırıq, sure, deməli, who verə bilmərik. Canlı bildirəm, burada heç bir şey yoxdur. Ümumiyyətlə, baxaq. Ya who verməliyik. Bilirsiniz ki, bağlayıcı bilməsində ikisi də işlənə bilir. 2 canlı verilibsə, əgər onların deməli ortasında biz verə bilirik. Ya da 1-2 olacaqdır. Deməli 3 ilə 4-ü verə bilmərik. Burada canlı ilə əlaqəli heç bir şey birinci tərəfdə mən görə bilmirəm. Tərcümə cəhətdən də tərcümə eləsəm, I'm not sure we can finish the task in time. Mən əmin deyiləm, biz deməli vaxtında bitirəcəyik yoxsa yox. Baxın, ona görə də deməli verib 1 və 2. Mən yəni əmin deyiləm ki, biz tapşırığı vaxtında qutara biləcəyik yoxsa yox. Qutara bilib bilməyəcəyimizdən əmin deyiləm. Ona görə 1 və 2 düzgün cavab variantıdır. B variantı. Keç eləyək digərlərinə. Deməli, baxırıq. My father. Bir dəqiqə. Yaxınlaşdıraq. Aha. Deməli, my father was very busy. His boss had given him extra work. Baxırıq. Burada deməli, atam çox məşğul idi. Onun müdürü ona deməli əlavə iş vermişdi. Aha. Baxırıq, burada yenə tərcümə cəhətdən olacaqdır. Atam çox məşğul idi. Çünki deməli onun deməli müdürü ona əlavə iş vermişdi. A variantı olur. Tərcümə. Z olanmaz, bilirsiniz, eyni şeydir. Bərabərliklə baxmayaraq deməkdir ikisi də. Ümumiyyətlə, zo nədirsə, da olur. Yəni, bir-birini tam şəkildə əvəz edir. Whether so da yenə olmur. Aha. Niyə olmurunda deməli deyək. So nəticə bildirir. Burada nəticə deyil, səbəbini bildirir. Atası niyə yorğundur? Whether-dakı bildirir, ya yox kimi tərcümə olunur. Burada ümumiyyətlə onun belə deyək, yeri yoxdur. The new teacher speaks fast. I cannot understand him. Baxırsınız, deməli, aydan orada bir ifadə yoxdur ümumiyyətlə. Saçdan sonra isim gəlməlidir. Saç bilirsiniz ki, isimdən işlənir. Neither orada bir ifadə yoxdur. Əzəzi burada niyə verək? The new teacher speaks as fast as I can't understand him. Deməli, mən onu anlaya bilmirəm. O qədər sürətli danışır ki, baxın, burada əzəz yerinə deməli verməliyik so that. Çünki burada əzəz adi dərəcə bildirir. Yəni, bu demir ki, məsələn, o biri qız kimi sürətli danışır və yaxud da necə müqayisə eləyəndə deyirik, bu otaq o biri kimi böyükdür və yaxud da ki, bu tutaq ki, qız o biri kimi savadlıdır. Bu, burada heç bir mənası yoxdur. Yəni, burada tərcümə cəhətdən də, istər qrammatik cəhətdən də deməli, B variantı düzgün cavabdır. Gəldi, I don't know his name, he looks familiar. Deməli, deyir, mən onun adını bilmirəm, amma o tanış gəlir. Deməli, burada yenə çıxaq as-lə because, çünki ikisi eyni şeydir. Məna cəhətdən isimdən sonra what gəlməz. Burada birinci səhvdə mən canlı görə bilmirəm. Home gedər, C variantı. Baxaq digərlərinə. Deməli, the weather was nice, they didn't go on a picnic. Oxşar olanları çıxaq. Because, as eyni şeydir, gedər. Deməli, if ilə as soon as. Hava yaxşı olan kimi onlar getmədilər. Deməli, baxın, ikisi də təsdiq bildirdiyinə görə, düzdür, tərcümə cəhətdən fərqləri olsa da, əgər hava yaxşı olsa, nə tərcümə cəhətdən uyur burada? As soon as da götürə bilmərik. Hava yaxşı olan kimi onlar getmədilər. Yəni, qısacası tərcümə ilə biz götürük burada oldu. Yəni, baxın, ziddiyyət var. Hava yaxşıdır, amma onlar getmədi. Nick passed his exam, he had studied hard. Hard bilirsiniz, gərgin deməkdir, çox deməkdir, imtahandan keçmək deməkdir. Passed exam, fail exam, imtahandan keçmək deməkdir. O çox çalışdı, imtahandan keçdi. Deməli, imtahandan keçdi. Bu tərəfdə də verib ki, o çox çalışdı. Deməli, baxırsınız, burada səbəbini bildirir. İmtahandan niyə keçib? Çünki çox çalışıb. Za ilə o çıxaq. Gedər. Deməli, burada however-də verə bilmərik. Batı da verə bilmərik. Aha. Lakin mənasına gəlir ikisi də. Deməli, burada because olacaqdır. Aha. Mike hasn't bought anything, he left home. Deməli, o evi tərk etdi, o işinə ala bilməmişdi, evi tərk etdi. Yenə baxaq, yenə eyni olanları çıxaq.
Baxırsınız burada. Deməli, bir dəqiqə. Evi, əgər, baxın, since. O evi tərk etdiyindən bəri o heç nə ala bilmədi. Yenə bax, uzlaşma məsələsidir. Baxın, left burada keçmiş, burada indiki bitmiş. Onu da görsəz cümləni bu kimi. Birinci sinsi axtarsın gözünüz. Birinci sinsə baxın. Alınmazsa sonra digərlərini yoxlayın. Düzgün cavab variantı A variantıdır. Bu digərləri olmur. İzah elədim nəyə görə. Demək, my friend couldn't win the competition. Baxırıq. My friend couldn't win a competition. He had trained a lot. Deməli, baxırsınız. He had trained a lot. Bir dəqiqə. Aha. He had trained a lot. Aha, baxaq yenə buradan. Mənim dostum, deməli, qazana bilmədi müsabiqəni. O çox çalışmışdı. Baxmayaraq ki, çox çalışdı. Yenə ziddiyyət var. B variantı olur. Digərlərini çıxırıq. I recognize her at once. I had never seen her before. Onu o əvvəlcədən görməmişəm, amma dərhal tanıdım. Yenə ya as because olur, ya da z olur. İkisi eyni şey olduğuna görə, bir-birlərinə bərabər olduğuna görə. 1, 3, 2, 4 olacaq cavab. Ya adı, ya B-dir. Onu dərhal tanıdım. Mən onu heç vaxt görməmişəm. Heç vaxt görməmişəm, amma tanıyıram. Deməli, ziddiyyət var. 2, 4 olacaq düzgün cavab variantı. Tom didn't have enough money for a taxi. Deməli, bir dəqiqə. Tom didn't have money for a taxi. He took a bus home. Deməli, kifayət qədər taksi üçün pulu yox idi, ona görə də taksi tutdu. Baxırıq, taksi tutub da, bu bunun nəticəsini doğurur, düzdür. Baxın, so ilə that's why eyni şeydir, yenə məna cəhətdən. Although, but, baxmayaraq, lakin, olmur, tərcümə cəhətdən burada deməli, 1-2 olacaq düzgün cavab variantımız. Dəqiqə. Keçsə nəticələrinə. Baxırsınız, deməli, they haven't decided we go to London or Berlin. Onlar qərarlaşdıra bilməyiblər, onlar Londona geçsinlər, yoxsa Berlinə. Tərcümə eləməmişdən qabaq, baxın, qaydaya görə görüm nələr çıxa bilərəm. Çıxa bilərəm cavablardan. Decided veribdir. Baxın, isimdən sonra normalda işlədirikdə, bu whichdir, zətdir, düzdür. Bunu çıxaq. Buradan bunu deməli çıxırıq. Baxıq. Huyu verə bilmərik, canlı bir şey yoxdur əvvəldə. Humu da çıxaq, yoxdur burada elə bir şey. Deməli, qalan cavablarda what verməyəcəm, çünki deməli burada onlar Londona gedib getməyəcək. Hə, axırda or var, burada or var. Axı bunun deməli whether or şəklində işlənir. Ona görə də buna veririk Y variantı. If-i tək işlədə bilirsiniz, amma whether-dan sonra or verə bilirik. Deməli, whether they will go to London or Berlin. Aha. Baxaq. Deməli, we must correct the mistakes. The book is published. Deməli, biz deyir ki, səhvlərimizi düzəltməliyik. Kitab nəşr olunur. Baxırıq, kitab nəşr olunmazdan əvvəl. Deməli, tərcümə cəhət. Baxın, ümumiyyətlə, yenə cavablardan çıxım. İsimdən sonra what gələ bilməz, A variantı gedər. Aşağı indirək biraz. Whom gələ bilməz, canlı məsələsi yoxdur burada. Tərcümə cəhətdən də dedim. Deməli, ya before, ya after. Baxın, after sonra olmaz. Kitab nəşr olunandan sonra səhvlərimi düzəltməli yox. Əvvəldən düzəltməli ki, artıq nəşr olunsun. Before olacaq. Ona görə D variantı. Deməli, where have you been working you? Deməli, bir dəqiqə. Baxırıq. Where have you been working? You graduate from the college. Hə, graduate from məzun olmaqda. Bitirdikdən sonra sən harada deməli işləyirsən? Hə, baxın, deməli, qatdığın bəri sən harada işləyirsən. Artıq yenə uzlaşma cəhətdən fikir verin. Burada inkar nədir? Keçmiş zamandadır. Burada indiki bitmiş zamandadır. Ona görə olacaq düzgün cavab A variantı. Since. Dedim də, deməli, bu cür bir forma görən kimi yoxlayın. Deməyin ki, burada indiki bitmişi davam edisidir. Yəni, dəxli nədir? İndiki bitmiş zaman onun bir formasıdır. Baxın, it is uncertain. They will accept the plan. Baxın, yenə uncertain. They will accept the plan. Yenə onlar qəbul edəcək, yoxsa yox. Bu cür bir şey. Deməli, what və tərcümə cəhətdən yenə who, whom olmur. Canlı deyiləm bir şey. Birinci səhvdə mən görmürəm.
Ancaq düzgün cavab variantı olur. Deməli, Y variantı. Yəni, tərcümə cəhətdən. Deməli, baxırsınız, burada heç cansız da verməyib ki, heç olmaya wiki götürək. Bunu da çıxırıq. Birinci səhvdə cansız yoxdur ki, wiki onu əvəz eləsin. Deməli, buradan baxırıq digərlərinə. Immediately you will not get there in time. Baxın, if you don't leave. Immediately unless you don't leave, unless you leave. Unless-in özü onun inkarlıq bildirir. Ona inkar verməmizə ehtiyac yoxdur. İkini silirik. Ona görə də 1 ilə 3-dür. 3 cavab variantıdır. Əgər tərk eləməsən dərhal buranı, sən ora deməli buradan vaxtını dərhal getməsən, sən ora vaxtında çatamayasın. Deməli 1, 3 düzgün cavab variantımız. Baxırıq digərlərinə. My sister is deməli naive. She believes everyone. Yəni deyir ki, bacım çox safdır. O qədər safdır ki, hər kəsə inanır. Baxın, burada yenə əzəz yox, bizim saksət, səudət deyə ifadəmiz var. Saksət o qədər gözəl qızcıq tutaq ki, o qədər qəşəng insandır ki, baxın, bu tərzdə verəndə saçda mütləq isim olmalıdır. Both or deyə ifadə yoxdur onsuz da. Neither or deyə ifadə yoxdur. Əzəzi burada vermirik. Düzgün cavab buna oxşar bayaq yuxarıda da var idi, C variantı olur. Bax digərlərinə. Baxırıq. She is competent in her profession. Deməli, bir dəqiqə buradakı söz görünmür. Her higher education is incomplete. Deməli, deyir ki, o öz ixtisasında çox biliklidir. Onun ali təhsili amma natamamdır. Deməli, bu biliklidir amma natamam. Baxaq yenə cavabları oxşar olunması. Buradan deməli, əzlə bir kalsa eyni şeydə çıxırıq. Baxırsınız. Bu variantlar gedər. Hum verə bilmərəm, canlı bir şey yoxdur orada. Baxmayaraq verəcək burada. Çünki so nəticə bildirir. Orada nəticə yoxdur. Səbəb var, ziddiyyət var. Onun deməli, daha doğrusu səbəb yox, ziddiyyət var. Onun ali təhsilə baxmayaraq ki, natamamdır, amma çox sərişt dəldir. Everybody left the office, the presentation finished. Baxırıq, hər kəs deməli ofisi tərk etdi. Prezentasiya bitdi. Baxın, what verə bilmərik, isimdən sonra gedər, whose verə bilmərik, isim var özündən sonra, amma birinci tərəfdə canlı yoxdur və ikinci tərəfdəki isim Z ilə başlayıb. Ola bilməz, whosedan sonra Z-li bir isim. Gəldi, orada whose'un bilirsiniz, ismi müstəqil olmalıdır, yəni Z ilə işlənə bilməz, hansısa belə deyim, başqa bir EN artiklın verilə bilməz. Why da olmur, ancaq tərcümə bir variant. I wonder they will arrive on time. Baxın, deməli, bu, bir dəqiqə baxırıq. What olmaz. Ümumiyyətlə, who ilə which olmaz. Whom olmaz daha doğrusu. Canlı yoxdur birinci tərəfdə. Which olmaz birinci tərəfdə. Cansız isim yoxdur, whether olacaq. Digər tərəfdən necə izah edə bilərəm? Wonder feilidir, baxın. Ask feilidir. Want to know feilidir. Bunlardan sonra bilirsiniz ki, daha çox if ya da whether gəlir. Bunlardan sonra daha çox if ya whether gəlir, baxırıq. Whether-da dedikdə, deməli, or-la işlənə bilər, işlənməyə də bilər. Sonda or verilə də bilər, verilməyə də bilər. Baxaq, employees will have to decide to accept the offer or bir dəqiqə or not. Sözlər bəzən qarışıq görünür burada, solğundur. Deməli, qərarlaşdıracaqlar, qəbul etsinlər, yoxsa yox. Yenə oru burada gördüm. Whether-ı yoxlayım da bir. Whether to accept the offer or not elə G variantıdır. Conjunction-dan yenə olanları seçirik, gəlin yoxlayaq. Before lunch isimlə işlənib olmaz. Before leaving I drank a glass of wine. Bu olacaqdır. We got home before the storm started. Before'dan sonra cümlə gəlib olacaqdır. After lunch gəlibdir, deməli. Olmayacaq, isim gəlibdir. Deməli, what after meeting olmayacaqdır. She went to hospital immediately after she... bu olmayacaqdır. After she left you.
Ha, cümlədir. Cümlədə olacaq bir dəqiqə. She said he had never been to Rome before. Bu da deyil, bağlayıcı deyil bu. Bağlamayıb keçinə. Baxın. Deməli düzgün cavab variantımız olacaqdı 2, 3 və deməli bir dəqiqə. Düzgün cavab variantlarımız Yo, 2-ni götürmürük. 2-ni götürmürük. Baxın, söz birləşməsi gəlibdir. Cümlə deyil ki. Aha, üzürlü sayın. Ona görə alacaqdı 3 və 6. Bir dəqiqə başdan buna baxaq. Deməli 1 olmayacaq. Baxırıq. 2 olmayacaq. 3 olacaq. 4 olmayacaq. 5 deməli olmayacaq. 6 olacaq. Bir də 7 olmayacaq. Ah, baxırıq. Düzgün cavab variantımız dedik. 3, 6. B variantı. Baxırıq digərlərindən. We stay at home, watch television. Aha, biz evdə qaldıq. Fikir verirsiniz, baxın. Cümləni verib, sonra birbaşa xəbər gəlibdir. Yəni, nə mübtəda var, nə bir şey. Birbaşa bunu veribdir. Bu cür hallarda adətən başda olan mübtədanın hərəkətlərin təkrarını bildirir. Yəni, ardıcıllığını bildirir. Burada and olur daha çox. Həmişə